Salam, xoş gördük hər birinizi. Güvən nəşrlərinin 5-ci siniflər üçün olan riyaziyyat, vəsait və tapşırıqlar toplusundan mövqeyli və mövqeysiz say sistemləri test 2 ilə davam edirik. Birinci sual. 47 ədədinin rum rəqəmləri ilə yazılışı hansıdır? 47 ədədini yazarkən biz nələrə diqqət etməliyik? Biz 40 yazmaq üçün 4 ədəd ondan istifadə edə bilmərik. Bu yanlışdır. Çünki rum rəqəmlərinin yazılışında eyni rəqəm 3 dəfədən artıq təkrarlana bilməz. Ona görə də biz 40 yazmaq üçün 50 çıxılsın 10 kimi yazmalıyıq. Yəni L yazırıq, əvvəlinə isə X yazırıq. Bu olur 40. 7 yazmaq üçün isə 5 və yanına 2 ədəd 1 yazırıq. Cavab oldu B variantı. İkinci sual. 100 üstəgəl 30 üstəgəl 7 cəmini rum rəqəmləri ilə yazın. Gəlin əvvəlcə burada qeyd edək. 100 yazmaq üçün 1, 2, C 100'dür. 30 yazmaq üçün biz 3 ədəd ondan istifadə edə bilərik. 30 və 7 yazmaq üçün 5 və 1'lərdən istifadə edirik. Cavab olacaq A variantı. Üçüncü sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Verilmiş ədəd bu formada yazılıb. Bu 10'dur, bu 100'dür, bu 1'dir, bu isə 10'dur. Gördüğünüz kimi 10 100'dən kiçikdir və 100'dən əvvəl yazılıb. 1 də 10'dan kiçikdir və ondan əvvəl yazılıb. Deməli buralarda çıxma olacaq. 100 çıxılsın 10, 90, 10 çıxılsın 1, 9, 90 üstəgəl 9, eləyir 99. Cavab oldu C variantı. Dördüncü sual. Cəmini rum rəqəmləri ilə yazın. Gəlin əvvəl bunların hansı ədədi ifadə etdiyinə baxaq. Bu 50'dir, bu 10'dur, bu da 10'dur. 50 üstəgəl 10, 60 üstəgəl 10, 70 bərabərdir. 70 üstəgəl X 10'dur, L isə 50'dir. 10 50'dən əvvəl yazıldığına görə çıxılır. 50 çıxılsın 10, eləyir 40. 70 üstəgəl 40, nəticə oldu 110. İndi bunu biz Roma rəqəmini ifadə eləməliyik. Bildiyimiz kimi Roma rəqəmlərində 100 C-ni göstərir, 10 isə X-i göstərir. Yəni cavab olacaq C variantı. 5-ci sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Baxın, bu M 1000'dir, C 100'dür, bu isə 500'dür. Fikir verin, 100 500'dən əvvəl yazılıb. Deməli burada çıxma olacaq. 500 çıxılsın 100 400 edir. 1000 üstəgəl 400. Nəticə oldu 1400. Cavab olacaq B variantı. 6-cı sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Yenə ədədə baxaq. Ədəd bu formada verilib. 10, 10, 1, 1. Böyükdən kiçiyə doğru sıralanıb. Hamısını toplamalıyıq. 10 üstəgəl 10, 20, üstəgəl 1, 21, üstəgəl 1, 22. Nəticə oldu 22. A variantı. 7-ci sual. Rum rəqəmləri ilə verilmiş ədəd hansıdır? Gəlin ədədin rəqəmlərinə baxaq. Bu 1000'dir, bu 100'dür, X 10, L 50 və bu da 5'dir. Burada ədədlər böyükdən kiçiyə doğru sıralanıb. Sadəcə burada 10 50'dən əvvəl gəlib. Bu zaman çıxma əməli olacaq. Yəni 50 çıxılsın 10, 40 edir. Və hamısını toplayırıq. 1000 üstəgəl 100, 1100 üstəgəl 40, 1140 və üstəgəl 5, 1145. Cavab B variantı. 8-ci sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Ədəd bu formada verilib. Gəlin bu ədədin rəqəmlərinə baxaq. Bu 100'dür, bu 1000'dir, 10,
50, 1 ve 5. Gördüğünüz kimi burada hem 100 1000'den əvvəl yazılıb, yəni çıxma olacaq. Həm 10 50'den əvvəl yazılıb, yenə çıxma olacaq və həm də 1 5'ten əvvəl yazılıb, yenə çıxma olacaq. 100'den 1000'den 100 çıxırıq, eləyir 900. 50 çıxılsın 10 40, 5 çıxılsın 1 4. Nəticə olacaq 944. Cevap C variantı. 9. sual. 111 ədədinin Rum rəqəmləri ilə yazılışı hansıdır? Biz bilirik ki 111'i göstermek için bize lazımdır 100, 10 ve 1. Yani 100 C ile işarə olunur, 10 X ile işarə olunur ve 1 de 1 ile işarə olunur. Nəticə cevap oldu A variantı. 10. sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Ədəd bu formada verilib. Bu ədədin rəqəmlərinə baxaq. M 1000'dir. Bu 500'dür. C 100, 50, 1 ve 5. Burada sadece 1 5'ten əvvəl gəlib, qalan hallarda böyükdən kiçiyə doğru sıralanma var. 5'ten 1 çıxırıq 4 və hamısını toplayırıq. 1000 üstə gəl 500, 1500, üstə gəl 100, 1600, üstə gəl 50, 1650 və üstə gəl 4, 1654. Cevap oldu D variantı. İzlediğiniz için teşekkür ederim. Sual ve teklifleriniz olarsa rəy bölməsində qeyd edə bilərsiniz.